istəyirdim ki, biz bu hadisələrin təfərrüatlarını nə dərəcədə yaza bilmişik, nə dərəcədə onu kitablara, video materiallara köçürə bilmişik. Ümumiyyətlə, Sumqayıt ixtişaşlarının xronoloji ardıcılıqla izlənməsi və peşəkar təhlili Azərbaycanda bu varmı sizcə? Buyurun. Bu hadisələrlə bağlı müxtəlif kitablar yazılıbdır, müxtəlif filmlər çəkilib, sənətli filmlər çəkilibdir. Təbii ki, artıq bu müasir dövrdə dünyanın hər yerində bu hadisələr haqqında mükəmməl məlumat almaqda çətin deyil. Yəni, dünya çox kiçilikdir. Kim sözün görməyəcək olsa başqa məsələdir. Sumqayıt hadisələrinin ermənilərin özləri törətdiyi artıq faktdır. Bunu hətta özləri ifadə elədilər bu fikirləri çox yaxın zamanlarda. O hadisələrdən sonra da ifadə elədilər iştirakçılar. Məncə bir məsələ aydın idi. Bəziləri deyirlər ki, bu SSR-i dağıtmaq üçün lazım olan proje idi. Amma mən düşünürəm ki, bu SSR-i saxlamaq üçün lazım olan projelərdən birisi idi. Yəni, bu imperiyozunu saxlamaq üçün həmişə etnik münaqişələr törətmək, millətlər bir-birinə qarşı qoymaq, bir-birinə qarşı ərazi iddiaları üstün şəkildə yaratmaqdan həmişə istifadə edir. Və öz əhalisinə qıraraqdan öz əhalisinə qarşı məzlum obrazı yaratmaq və sonra bunu istifadə etmək də klassik davranışlardan birisidir. Ruslar İkinci Dünya Savaşında Alman formalarını geyinirdilər və Rus kəndlərində Rusları qırırdılar, özləri qırırdılar. Bu sonralardan aydın oldu, etraflar oldu. Ukrayna kəndlərində bir hadisələr olubdu. Polşanın 30 min yolcusunu gətirdilər ki, döyüşsünlər Almanlara qarşı onlara eyni davranış oldu və s. Bu da təcrübə kimi var idi ortada. Fəriz müəllim, siz sözünüzün əvvəlində deyirsiniz ki, internetdən informasiya almaq çətin deyil, dünyanın istənilən yerində bu informasiyanı almaq olar. Tutaq ki, Wikipediyada Sumqayıt hadisələrinlə bərabər, məsələn, 20 yanvar hadisələrinin Wikipediyada daxil olun, baxın, görün, orada yazılan informasiyalar nə dərəcədə yanlış informasiyadır. Baxırsan və həmin informasiyalara ermənilərin yerləşdirdiyi aydın olur. Orada elə faktlar var ki, göy Azərbaycanlılar Ruslara qarşı mübarizə aparılmışlar, Rusları qırılmışlar. Yəni, internetin ümidinə buraxmaq olmaz mı? Tabii, mən sizlə tamamən razılaşıram və mən demək istəmirəm ki, biz adekvat davranışı məşəqqətlə bilmişik işlandırmanla bağlı. Demək istəyirəm ki, istəyən ki, öyrənsin, mən böyük dəməkdən əziz tuturam. Onlar əsləhəti bilirlər və qiymətləndirə bilərlər. Amma başqa məsələdir ki, biz özümüz də bu məsələyə münasibətdə filmlər çəkməyinə, sənətli filmləri artırmağına, indiki şahid ifadəsinə qulaq asın. Normal bir şeylər deyil, mən məsələn qəbul eləmədim. Çox primitiv bir yanaşmayla. Məsələn, nələri qəbul edin? Çox adi bir ifadə ilə bildirdi ki, mən gördüm ki, bir nəfər gətirdilər, burada öldürdülər, çıxdım getdim rayona, sonra bir yanvar hadisəsi oldu. Belə münasibət olmaz ki. Amma insanlar görübdülər ki, erməni əsilli adamlar, olsun qatillər, erməniləri çağırış edirdilər, küçələrə çıxartdılar, sonra öldürdülər. Bunu deyəsən birisi dərsi idi, özü hətta sonralardan ifadə elədi, özü erməni özü dedi. Yəni, bizimkilər də məsələlər biraz barmağarası baxırlar. Hər deyilən ifadə dünya qarşısında bir beyanat məhkəmədə sanki şahid ifadəsi kimi ortada olmalıdır ki, bizi ittiham edəndə biz onun qarşısına çıxarırıq. Bu mənada deyək. Amma kifayət qədər də məncə informasiya var, onun üzərində işləmək olar. Həm də sonradan istintaq etdi, o istintaq materialları ortadadır, ona yəqin ki, 3-cü vədə toxunacaq məsələlərə və yaxud da bizim jurnalistlərimiz, yəni Meral Fərdə hadisələr iştirakçısı olubdur. Kifayət qədər materiallar ki, siz dediniz kimi, bu boşluğu doldurur. Siz razılaşırsınızmı ki, kifayət qədər Azərbaycanda material var hadisələrin mahiyyətinə?